Dostlar salam. Yeni dersimizde sizlerle görüşmeme çok şadım. Bugün sizinle birlikte Çin dilinden meyve tərəvəz alışveriş hakkında öğreneceğiz. Cəmi 10 dəqiqənizi ayırmaqla bugünkü dersimizde öğreneceğimiz sözlerden, ifadelerden ve diyaloglardan istifadə edərək rahat şəkildə Çində istənilən bazarda, istənilən marketdə meyvə tərəvəz ala biləcəksiniz. Dersimizin birinci hissəsində mövzumuza uyğun müəyyən sözlərlə tanış olacağıq. Dərsimizin ikinci hissəsində isə real bazar keysləri üzərindən 2 dənə diyalogumuz olacaq və həmin dialogu və həmin dialoqlarda olan ifadələri bir yerdə analiz edəcəyik. İndicə keçək dərsimizin birinci hissəsinə və sözlərimizlə tanış olaq. Deməli, birinci sözümüz meyvə sözüdür. Çin dilində meyvə sözü shui guo, shui guo. İndi gəlin müəyyən meyvələrlə və müəyyən tərəvəzlərlə tanış olaq. Deməli, alma, pinguo, pinguo, portakal, chengzi, chengzi, banan, xiangjiao, xiangjiao, qarpız, xigua, xigua, çiyələk, caomei, caomei, şaftalı, taozi, taozi, üzüm, putao, putao, armud, lizi, lizi, ananas, boluo, boluo. Növbət sözümüz tərəvəz sözüdür. Meyvə shui guo, tərəvəz isə shu cai adlanır. İndi tərəvəzlərə baxaq. Xiyar, huangua, huangua, pomidor, fançie, fançie, soğan, yançong, yançong, kartof, tudo, tudo, kələm, bai cai, badımcan, qiezi, qiezi, kök, yəni yer kökü, hulobo, hulobo, sarımsaq, dasuan, dasuan. İndi ucuz, baha, pul ödəmək sözlərinə baxaq. Ucuz sözü Çin dilində pianyi, pianyi, baha sözü gui, gui, pul ödəmək, ödəmək. Fuqian, fuqian. İndi dostlar, keçək dialoqlarımıza. İndi dostlar, gəlin birinci dialoqumuza baxaq. Təsəvvür edin ki, Pekin şəhərindəyik. Bir marketdə və ya bir bazardayıq. İndi yaxınlaşırıq satıcıya və meyvə tərəvəz almaq istəyirik. İndi gəlin bu keyslə bağlı bir potensial dialoqa baxaq. Məsələn, deyirik, Laoban, 这是什么? Laoban, 这是什么? Şef, boss. Bu nədir? Laoban sözü daha çox məsələn istifadə olunur bir restorana gedəndə oranın sahibinə, məkanın sahibinə, sahibkara və ya bazarda ya marketdə satıcılara hörmət əlaməti olaraq ifadə formasıdır. Laoban, yəni şef. Deyək ki, müdür. Laoban, 这是什么? Deyir ki, məsələn, bu nədir? Yəni, bu hansı meyvədir, hansı tərəvəzdir? İndi o da bizə deyir ki, məsələn, xigua, bu qarpızdır. İndi bu xigua sözünün yerinə dərsimizin birinci hissəsində öyrəndiyimiz istənilən meyvə tərəvəzi qoya bilərik. İndi biz deyirik ki, 这个西瓜已经多少钱? Burada dostlar bir dənə ifadə var, yicin sözü. Bu sözün mənası yarım kilo deməkdir, ölçü vahid olaraq. Məsələn, Azərbaycanda biz istənilən marketə, bazara getsək, orada əsasən də meyvələrin üzərindəki qiymətlərdə biz bilirik ki, bu 99% kilonun qiymətidir. Yəni, oradakı rəqəm 1 kilonun qiyməti olur. Amma Çin dilində verilən rəqəm kilonun yox, yarım kilonun qiyməti olur. Yəni, Çində meyvələrdə ölçü vahidi, çəki vahidi kimi biz deyək ki, 1 kiloqramda yox, yarım kiloqramdan istifadə olunur. Onun da ifadəsi yicin sözüdür. İndi deyirik ki, məsələn, bunun qiyməti neçədir? Bu qarpızın qiyməti neçədir? 这个西瓜已经多少钱? Bu qarpızın, məsələn, yarım kilosun qiyməti neçədir? Satıcı da bizə deyir ki, məsələn, 6 yuan. 6 əvvəlki dərslərdə sayılarda öyrənmişdik ki, 6 yuan və ya 6 kuaitian, 6 yuandır. Bizə deyirik ki, 6 yuan necə də bahadır, dayan bu. Cavabımıza baxaq. 6 yuan, 这么贵啊? 我可以尝一尝吗? Deyirik ki, necə yəni 6 yuan, necə də bahadır. 我可以尝一尝吗? Dadına baxa bilərəm. 尝一尝, taste, bir şeyin dadına baxmaq deməkdir. 可以burada bilmək, bacarmaq, can sözüdür ingilis dilində. Bu 可以尝一尝吗?
dadına baxa bilərəm. Satıcı da bizə deyir ki, bu işin, sən fu qian zai chi. Yəni, xeyr, baxa bilməzsən. Sən ilk olaraq birinci, fu qian, birinci deyir ödə, zai chi, sonra dadına bax. Biz bu cümlənin iki cür tərcümə edə bilərik. Birincisində deyə bilərik ki, qardaş, birinci ödə, sonra dadına bax. Və yaxud da deyə bilərik ki, dadına baxmamışdan əvvəl pulu ödə. Hər iki variantda tərcümə oluna bilər. Bir də üstündən keçək. Bu işin, sən fu qian zai chi. Xeyr, olmaz. Birinci pulunu ödə, qardaş, sonra dadına bax. Bizə deyirik ki, ayyo, Naciya, sağ ol. Bu Azərbaycan tərcüməsi çox maraqlıdır. Çinlilər danışarkən emosiyalarla, belə hisslərlə, həyəcanla danışmağı çox sevirlər. Ayyo, Naciya, sağ ol. Vay dədə vay. İndi bu Azərbaycanda tərcüməsi bunun belədir ki, vay dədə vay, qardaş, lazım deyil. Boş ver. Almıram, istəmirəm. Lazım deyil. Bu mənaya gəlir. İndi dostlar, keçək ikinci dialoqumuza. Deyək ki, yenə yaxınlaşırıq satıcıya. Belə olanda adətən bizdən soruşur satıcı ki, sən nə lazımdır? Nəyə ehtiyacınız var? Ni sü yaşımı? Nə lazımdır? Nə istəyirsiniz? Biz də deyirik ki, voya hulobo, hayo laiqı yan çong, hayo da soğan. Mən bir ədəd kök, soğan, əlavə olaraq da deyək ki, sarımsaq istəyirəm. O da bizdən soruşur ki, hayo beləmə, əlavə nəyəsə ehtiyacınız varmı? Əlavə nəsə istəyirsinizmi? Biz də deyirik ki, bu yağlı, xeyr, ehtiyac yoxdur, çox sağ olun. İndi deyir ki, yigong 10 块钱. Burada yigong yəni ümumi, total. Ümumi olaraq deyək ki, kökün, sarımsağın, soğanın qiyməti 10 yuandır. Yəni hamısı birlikdə 10 yuandır. Biz də deyirik ki, lavan, 可不可以便宜一点好不好? Dedik ki, şef, biraz endirmə edə bilərsən? Mümkündür, olar. O da deyir ki, bu cəngcə. Xeyr, yəni qiymət endirimi yoxdur. Elə nə varsa odur. Burada cəngcə, cut the price, lower the price. Yəni qiyməti endirmək, qiyməti aşağı salmaq deməkdir. Bu da inkar sözcüğüdür. Bu cəngcə. Xeyr, qardaş, 10 manatdır. Qiyməti öldürmə. Aşağı yeri yoxdur. Aşağısı yoxdur. 10 manatdır. Bu deməkdir. Dostlar, bugünkü dərsimiz bu qədər. Düşünürəm ki, meyvə tərəvəz alımı ilə bağlı sözlərimizi və əsas ifadələri sizlərə vurğuladım. Dərsin başında dediyim kimi, bu sözlərdən, bu dialoqlardan, bu ifadələrdən istifadə edərək rahat bir şəkildə Çində hər hansı bir marketdə və ya bazarda istədiyiniz meyvəni, tərəvəzi ala bilərsiniz. Dərsimiz bu qədər. Dostlar, kanalı bəyənməyi, abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək. Sağ olun.